Bakı və Abşeron yarımadasında 2 gündür davam edən güclü külək bir sıra fəsadlar meydana gətirib. Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə yanvarın 2-sində gecədən səhərə qədər küləyin təsiri ilə 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb. Sınan ağaclar və qırılan budaqlar götürülüb, birliyin növbətçi briqadaları tərəfindən ərazi təmizlənib. Bugün səhər saatlarından isə paytaxtda külək qarla birlikdə müşahidə olunub. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən yanvarın 2-sindən 3-nə keçən gecə bəzi şəhər ətrafı ərazilərdə yağıntı olacağı ehtimalı var. Müşahidə olunan qeyri-sabit hava şəraiti bugün gecə saatlarında davam edəcək. Artıq yanvarın 3-də ölkə ərazisində hava şəraiti mülayimləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Belə ki, Bakı və Abşeron yarımadasında yanvarın 3-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 2-sindən 3-nə keçən gecə bəzi şəhər ətrafı ərazilərdə az yağıntılı olacağı ehtimalı olunur. Güclü şimal-qərb küləyi gecə saatlarından tədricən zəifləyəcək. Sabah gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarında 1 dərəcə şaxtadan 2 dərəcəlik isti, gündüz isə 5-8 dərəcə isti olacaq. Əksər rayonlarda da qarlı hava müşahidə olunub. Şimal rayonları ilə yanaşı qarın hündürlüyü Naxçıvanda 43 sm, Lerkin dağlarında isə 20-25 sm çatıb. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar Gədəbəydə 20, əksər rayonlarda isə 18 sm-də təşkil edir. Bölgələrdə də yanvarın 3-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı olunur. Güclü qar Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb. Havanın qəfil pisləşməsi səbəbilə hərəkət çətinləşib. Bir neçə avtomobil yolun kənarında dayanmaq məcburiyyətində qalıb. Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gün boyu davam etdirilir. Yaranan problemlərin aradan qaldırılması istiqamətində zəruri operativ tədbirlər görülür. Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir. Təhlükəsizliyin təmin olunması məqsədi ilə ərazilərə qum və duz səpilir. Əlavə olaraq yol polisi bölgələrə səfər edən sürücülərə müraciət edərək zərurət olmadıqca uzun məsafəli və dağlıq ərazilərə səfərdən çəkinməyə və nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərinin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlamağa çağırıb. Zərurət olmadıqca uzun məsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin. Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın. Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin. Sürət həddini yol və hava şəraitinə uyğun seçin. Təhlükəsiz məsafəni qoruyun. Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin. Dəyişkən hava şəraiti ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin gəmi hərəkətinin idarə edilməsi mərkəzi tərəfindən gəmilərə də xəbərdarlıq edilib. Qeyd edilib ki, yanvarın 2-sində Xəzər dənizi akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyinin sürəti saniyədə 18-23 metr, arabir 25-28 metr, açıq dənizdə isə 30 metrə qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 metr, daha sonra isə 3-5 metrə çatacağı proqnozlaşdırılır.